Hacı Günel Ticarət Mərkəzinin rəhbəri Nur Üzlü Hacı. Hacı, mən sizi çox istəyirəm. Doğrudan siz dəyərli adamsınız, dəyərli insansınız. Deyərdim ki, elə yeganə iş adamısınız. Deyərdim ki, böyük bir mərkəzin sahibi olaraq siz bunu çox gözəl, layıqlı bacardınız. Hacı, mən sizi tənqid edəndə dedi Sara xanım etməyin, etmədim. O qızlar, qadınlar gəlirdi, arxaların, orasın, burasın, biabırçı vəziyyətdə göstərirdilər, küçədə qaçırdılar. Birinin boyu bu boyda, biri piraşki pişirən idi, biri nə bilim nə idi. Doğrudan da onlar olmadı. Çox gözəl ticarət mərkəzinə bağlı, sizin Günel Ticarət Mərkəzinə bağlı xoş fikirlər söylənildi. Hacı, son vaxtlar yenə də bir qız gəlib ora, qadın gəlib, yenə də arxasını göstərir, yenə də nə bilim orasın, burasın, yenə də yarı çılpaq halda, yarı xoşa gəlməz halda, yarı sevilməyən bir vəziyyətdə insanların qarşısına çıxır. Hacı, sizin paltarları reklam etməyə ehtiyacınız yoxdur. Günel Ticarət Mərkəzi deyəndə hamı bilir ki, bura hardadır, hansı ünvanlardadır, hansı rayonlarda yerləşir, orada nə satılır, qiymətləri necədir, hamı bunu bilir. Ehtiyac yoxdur qızları, qadınları, arvadları gətirirsiniz, məşhurlaşdırırsınız, sonra başımıza oyun açırlar. İndi birini də dəvət etmişsiniz ora. Hacı, etməyin bunu. Bizə yarı çılpaq, qızlar, qadınlar, arvadlar lazım deyil. Elə paltarı, belə donu, əlbisəni, koftanı, gödəkçəni belə qoyun, reklam edin. O bizə kifayətdir.